İyunun 13-də Azərbaycanın bütün ümumi təhsil müəssisələrində son zəng tədbirləri keçirilib. Minlərlə məzun üçün bu zəng yalnız məktəb illərinin başa çatdığını deyil, həm də yeni həyat mərhələsinin başlandığını xəbər verir. Sevincli, həyəcanlı, bəzən kədərli, bəzən ümid dolu olan bu gün hər bir şagirdin yaddaşında ömürlük iz buraxır. Bu gün ölkəmizin hər bir bölgəsində olduğu kimi Şəmkir rayonunun Əhməd Cəmil adına Zəyəm qəsəbə orta ümumi təhsil məktəbində də böyük coşqu ilə qeyd edilib. Məktəbin 11-ci sinif şagirdləri son dəfə bayram zövqlü bəzədilmiş sinif otaqlarında müəllim qarşısında oturub. Sonra məktəb binasının həyətində son zəng tədbiri Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Tədbirdə çıxış edən məktəbin direktoru Ülviyə Cəlilova və digər natiqlər bu əlamətdar gün münasibətilə məzunları ürəkdən təbrik edib, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məzunların müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmaqlarını bildirib. Gördüyünüz kimi bugün bizim məktəbdə də Respublikamızın hər yerində olduğu kimi mövcud təlimatlara uyğun şəkildə son zəng tədbiri keçirilir. Bugün uşaqlarımız, şagirdlərimiz son dəfə məktəb həyətində gəzərək, son dəfə sinif otaqlarına girərək, artıq məktəb həyatına əlvida deyərək məktəbdən uzaqlaşacaqlar. Bütün Respublikanın məktəblərində olan məzunlarımıza və o cümlədən məktəbimizin sevimli, əziz, dəcəl şagirdləri olan məzunlarımıza gələcək həyatlarında uğur, hər bir arzularına çatacaq qədər güc, qüvvə, inam, güvən və eyni zamanda vətənə, valideynlərinə, məktəbimizə layiqli vətəndaş olmağı arzulayıram. Bugün 11-ci sinifi bitiririk. Bu gün bizim həm sevincli, həm kədərli günümüzdür. Sevincli yanı o tərəfdir ki, gəncliyimizə ilk addımımızı atırıq. Kədərli yanı o tərəfdir ki, 11 il bir yerdə oxuduğumuz sinif yoldaşlarımızdan, müəllimlərimizdən, direktorumuzdan, məktəbimizdən ayrılırıq. İnşallah bütün sinif yoldaşlarımı arzulayıram ki, ali məktəbə qəbul olsunlar, gələcək həyatlarında uğurlar arzulayıram. Çıxışlardan sonra 1-ci sinif şagirdləri 11-ci sinif məzunlarını gül dəstələri təqdim edərək onları təbrik ediblər. Tədbirdə məktəbin məzunları mahnıları oxuyub, rəqs edib əyləniblər. Qeyd edək ki, saat 10 radələrində başlayan son zəng tədbiri saat 12:00-dək davam edib. Kamran Əski Paralı, Hüseyn Hüseynov, Yusif Əliyev bugün informasiya proqramı üçün.